Salam əziz xanımlar. Burada evə lazım olan şeylər alınmışdı. Onları yerləşdirirəm. Hər ay siyahıya yazdığım şeylərdir. Demək olar ki, yeni şeylər yazıram siyahıya. Bəzən olur ki, nəsə belə fərqli bir şeylər də yazıram. Elə alınır. Başqa şeylər heç onlar zaten lazım olduqca az belə bir ay ərzində, yəni lazım olan zaman alınır. Ancaq başqa şeylər ki var, onları mən belə aylıq aldırıram ki, tam bir ay yəni işlədə bilim, bəs olsun.
İftar yeməyini də hazırladım. İftarımızı da elədik. Bu video bizim üçün, mənim üçün çox özəldir. Yəni tamam başqadır. Çünki burada Nurun ilk atdığı addımların da videosu var. Onu da buraya yerləşdirmişəm ki, yaddaşda burada qalsın. Biz artıq Nurun 2 aydır ki, 1 yaşı tamam olub. Yəni səbirsizliklə bu günü gözləyirdik. Nəhayət 1-2 addım da olsa belə atmağa başlayıb. Bunlar da özümə aldığım yeni qablardır. 2 ləpə qabı, 2 şirniyyat qabı. Dəst formada almışam. Səmənlərimi Eltim hazırlayıb göndərib. Sağ olsun, əziyyət çəkib. Belə hazırın göndərib. Bir də səməni yəni hazırlamadım. O biri qablarımı da gətirib belə masanın üzərinə qoymuşam ki, hazır qalsınlar. Yəni bayramda mənə rahat olsun. Onları düzənləmək, hazırlamaq süfrədə. Belə başqa xonça falan hələ hazırlamamışam heç nə. Artıq çərşənbə və bayrama da az qalır. Sizdə vəziyyət necədir? Hazırlıq görübsüz, görməyibsüz? Hər il elə bilirəm daha belə tez hazırlaşırdım mən bayrama. Bu il gecikmişəm. Yəni hələ tam heç bir şey hazır deyil. O da ola bilsin vaxtla əlaqəli bir şeydir. Yəni elə vaxt olmur ki, bu şeylərə oturub zaman ayıram. Bu videomda bura qədər idi. Sağ olun, sağlıqla qalın. Allah'a emanet olun.